Müəllimlər, hər vaxtınız xeyir olsun. Bu günlər 16 sentyabr kimya müəllimlərinin müsahibə mərhələsi olub. Müsahibə mərhələsində gündəlik elə təlimlərimizdə işlətdiyimiz aktual suallar olub. Dediyim kimi heç bir çətinlik yoxdur. Gündəlik işlətdiyimiz suallardır. Ən azından əgər YouTube kanalımda olan videolara da baxmısınızsa, bu imtahanda gedib verilən sualları asanlıqla cavablandıra biləcəksiniz. Belə bir sual verilib ki, rəy nədir? Necə verilir rəy? Əlbəttə ki, rəy formativ qiymətləndirmənin əsas bir elementidir. Rəy şagirdin gördüyü işi dəyərləndirib, etdiyi səhvlərinə düzgün yol göstərməkdir. Verdiyim rəy konstruktiv olmalıdır, yəni gələcək zaman məzmunu daşımalıdır. Verdiyim rəy şagirdin etdiyi səhvlərə düzgün yol göstərməlidir. Keçmiş zaman məzmunu olmamalıdır əlbəttə ki. Mənim verdiyim rəydən şagird özünə bir nəticə çıxartmalıdır. Şagirdin gördüyü işə mən rəy verməliyəm ki, hər zaman biz bunu müsahibə mərhələsində demişdik. Valideyn qiymətdən narazıdır. Nə edərsən? Valideyn deyir ki, mənim övladıma qiymət yaz. O zaman nə edəcəksən? Belə bir də sual verilib, əziz müəllimlər. Bunu axşamki dərsimizdə keçmişdik və buradan yorumlarda, şərh bölməsində mənim öz müdavimlərimin səsini istəyirəm. Deyin mənə görüm, bu sualları biz işləmişik yoxsa yox? Əlbəttə ki, valideyn əyərləri məndən qiymət istəyərsə, biz yeganə tək qiymətləndirmə, summativ qiymətləndirmədə veririk şagirdə. Bizim gündəlik formativ qiymətləndirməmizdə meyarlar əsasında qiymətlər veririk şagirdə. Təlim nəticəsinə uyğun müəyyən etdiyi meyarı səviyyələr üzrə veririk. Əlbəttə ki, hər meyarı verərkən keyfiyyət səviyyəsinin təsviri formasında veririk ki, bax, bugün eyni ilə müəllimlərin belə deyiblər və məmnun da qalıb komissiya üzvləri. Keyfiyyət səviyyəsinin təsviri nədir? Gördüyün işin açıqlaması. Yadınızdadırsa biz buna deskriptor deyirdik. Yəni, məsələn, əgər təlim nəticəm ahəng qanununun mənimsənilməsidirsə, mən keyfiyyət səviyyəsinin təsviri formasında belə verirəm ki, ahəng qanununa tabi olan sözləri fərqləndirir. Bilir demirəm, fərqləndirir. Bu oldu keyfiyyət səviyyəsinin əlbəttə ki, təsviri formasında. Diaqnostik qiymətləndirməni soruşublar, formativ qiymətləndirməni soruşublar. Əlbəttə ki, diaqnostik qiymətləndirmə dəfələrlə demişik, yenə də deyək, mövcud vəziyyəti müəyyən etməyə xidmət edir. Məktəb daxili qiymətləndirmənin bir roludur, növüdür. Müəllim üçün barometr rolunu oynayır. Formativ gündəlik fəaliyyəti izləməyə xidmət edir. Rəy verirəm, formativ əsasında şagirdə verdiyim rəy gələcək məzmununu özündə əks etdirməlidir. Deyir ki, bir dənə şagirdə rəy ver. Bax, mən də axşam deyirdim, məsələn, Güney müəllimə 3-cü səviyyə üzrə şagirdə rəy ver. 2-cü səviyyə üzrə meyar ver hətta. Meyar da ver, rəy də ver deyə bilər. Əgər 3-cü səviyyə üzrə meyar deyirsə, istədiyin təlim nəticəsinə uyğun verərsən. Məsələn, dinlədiyin mətni kiçik səhvlərlə yerinə yetirirsən. Mən neynədim? 3-cü səviyyə üzrə meyar verdim. Rəydə isə deyirəm ki, dinlədiyin mətndə bəzi səhvlərin var. Tələffüz problemin var. Öz üzərində çalışsan, bunu aradan qaldıra bilərsən. Diqqət yetiririk, meyarla rəyi fərqləndirə bilməkdə çətinlik çəkən əziz müəllimlər. Meyar görülən işin hal-hazırda indiki zamanda icrasıdır. Rəyi isə şagirdə istiqamət verib öyrənərsən, öz üzərində çalışsan, bunu aradan qaldıracaqsan deyirəm. Amma diqqət yetirin, keçmiş zaman məzmunlu sözlərdən istifadə etmirəm. Məsələn, sən bunu səhv yazmısan, gərək düz yazardın, bu kimi yox. Nitqində bəzi problemlər var, öz üzərində çalışsan, məsələn deyirəm də, onu aradan qaldıra bilərsən. Əlbəttə ki, əziz müəllimlər, bu yanaşmanı etsəz, düzgün şəkildə sualları cavablandırmış olacaqsınız. Sonra belə bir sual verir ki, təlim nəticəsi neçənci sinifdən başlayır? Məqsədi şagirdə neçənci sinifdən deyirsən? Bax, təlim nəticəsi neçənci sinifdən başlayır? 23 avqust bütün qayda qruplarına belə deyim də məhsələ bu sualı göndərmişəm. Təlim nəticəsi əlbəttə ki, məktəbə hazırlıq mərhələsindən başlayır. Məktəbə qədər demirəm, diqqət yetirək burada. Məktəbə hazırlıq. Çünki ən azından məktəbə hazırlıqda da şagirdlərdə ilkin bacarıqlar formalaşır. Təlim nəticəsi nədir? Şagird məktəbə gedir, nə isə öyrənir də. Öyrəndikləri də o təlim nəticəsinin içərisində yer alır. Əlbəttə ki, əsas məqam budur. Sonra növbəti belə bir sual ünvanlanıb ki, əlbəttə ki, müxtəlif seanslar var və müxtəlif müəllimlərə sualları müxtəlif formada verirlər.
Düşünmə vaxtı verirsiniz. Əlbəttə ki, diferensial təlim bərabər imkanların əsas faktorlarından biri düşünmə vaxtını verməkdir ki, biz də təlim prosesində məhz elə düşünmə vaxtından istifadə edirik. Düşünmə vaxtı nədir? 30 saniyə, 40 saniyə sualın çətinlik səviyyəsinə uyğun olaraq əlbəttə ki, şagirdlərə verə bilirik. Layihə işindən istifadə etməkdir məqsədiniz. Layihə əsaslı təlimdən nə üçün istifadə edirsiniz? Bu kimi suallar da verilib. Layihə işi bir neçə 45 dəqiqəni əhatə edib şagirdin gördüyü işin tətbiqinə şərait yaradır. Layihə əsaslı təlim isə bir neçə ayı, hətta yarım ili də əhatə edir ki, şagirdin daha geniş bacarıq formalaşdırmasına şərait yaradır. Layihə işində öyrəndiyin tətbiq edir. Layihə əsaslı təlimdə isə təlim boyu, proses boyu da öz bildikləri ilə yanaşı təlimdən də nəyisə öyrənir. Əziz müəllimlər, sabah da imtahan olacaq. 17-si, 18-i, 19-u, 23-ünə qədər ardıcıl olaraq fənn müəllimlərinin müsahibə mərhələsi davam edir. Hər birinizə uğurlar arzulayıram. Adətən sonda vurğulanır, amma mən əvvəldə vurğulanır, üzr istəyirəm. Mən sonda deyim ki, çox xahiş edirəm, YouTube linkini paylaşın, statuslarınızda bölüşün, digər həmkarlarınızın da görməsinə şərait yaradaq ki, onlara da dəstək olar. Əgər izahlarım sizə aydın olursa, başa düşə bilirsinizsə, sizə faydası toxunursa, nə xoş mənə rəylərdə fikirlərinizi bildirməyi unutmayın. Hər birinizə uğurlar arzulayıram.